Amma nə olsun? Bunların hamısının heç bir qəpiyli xeyri yoxdur. Şahmatda bu vəziyyətə tutmaq deyirlər. Dedişlərin hamısı xeyirsizdir. Bir də çətinsiz məni öldürəsiz. Çünki siz qatil yox, ancaq ideya mübarizlərisiniz. Biraz keçəndən sonra çox şeylər kiriyəcəksiniz. O xəyalpərəst Don Kixot dəyirmanla dava edirdi. Siz də ona oxşamaq istəyirsiniz. Amma sizi heç kim, heç vaxt dəyirmana belə yaxınlaşmağa qoymayacaq. Başa düşürsən? Yox, başa düşmürəm. Bu cür sizin kimi yaşamak olmaz, olmaz! Ne bilirsen ki ben necə yaşamışam? Benim 9 uşağım var, 9! Ha, 9 arvaddan! Hayır, öz arvadımdan! Bilmək istəyirsənsə, arvadımdan başqa ömrümdə heç bir kadın tanımamışam! Bir də bilirsən, mən uşaqlıqdan beri olmuşam. Hayır, o vaxt mən də sadəlıq olmuşam. Mənim də öz ideyalarım, öz prinsiplərim olub. Bəs sonra nə oldu? Değişirdim. Fiskanın değişme kanunu kimi. Yanındadır yeryüzünün değişme kanunu. İnsan hakkında muhakeme yürütmeye ne var ki? İnsanı muhakeme eləmək çətindir. İnan mənə. Deməli qoyun dərisinə girmiş qurd olmaq istəyirsən. Qurd, qoyun. Başa düş. Sənin atanı ben Rəhimov yox, hakim Rəhimov muhakime edeyim. Belki ben bir insan kimi atana bəraət kazandırardım. Mütləq kazandırardım. Ama nəzəri cəhətdən, praktik cəhətdən bu mümkün olan iş deyil. Niyə? Hə? Ona görə ki, əgər cinayət törədilibsə, deməli mütləq cinayətkar da olmalıdır. Vəssalam? Yox! Cinayətləri tapıb ona sübut eləmək lazımdır ki, məhz o törədib bu cinayəti. Mənim atamı? Bəssən Allah. Nə atam sarmısan? Səməd, nə oldu sənə? Səməd! Səməd! Rədd olun buradan! Səməd! Eşitmədiniz? Rədd olun buradan!